O 1923-cü il may ayının 10-da Naxçıvan şəhərində anadan olmuş, gənc yaşlarında çalışqanlıq və liderlik keyfiyyətləri ilə seçilmişdir. 1969-cu ildə Azərbaycan rəhbəri seçilən Heydər Əliyev ölkəmizdə iqtisadi, sosial və mədəni inkişafına böyük töhfələr vermişdir. Müstəqillik dövründə xüsusilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ölkəmizdə siyasi sabitliyi bərpa etmiş, dövlət quruculuğunu möhkəmləndirmiş və vətəndaş qarşıdurmasının qarşısını almışdır. Azərbaycanda iki rəhbərlik dövrü. Birinci 1969, 14 iyul Azərbaycan SSR-nin Mərkəzi Komitəsində Ali Sovetə sədri 1969-1982-ci illərdə Azərbaycanda çoxlu quruculuq işləri görüb. 1982-ci ildə Moskvaya aparılıb və orada yüksək vəzifələrə təyin edilib. 1993-2003-cü illərdə Azərbaycan Respublikasının prezident vəzifəsini icra edib və Azərbaycan dünya siyasətində tanıdığını təmsil edib. Heydər Əliyev 1993-cü ildə ölkəmizdə vətəndaş müharibəsi səhləkəsi olarkən ölkə parçalanmaq ilə üz-üzə qaldığında xalqın dəvətində o hakimiyyətə gəldi. Heydər Əliyev daxili və xarici münaqişələri aradan qaldırdı. Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusudur. Biz bugün Heydər Əliyev sayəsində üçrəngli bayrağımızı qürurla dalğalandırırıq. 1993-cü il iyunun 15-də onun rəhbərliyə qayıtması ilə ölkəmizdə daxili sabitlik yarandı və biz bugünü Milli Qurtuluş Günü kimi qeyd etdik. Mən həmişə fəxr edirəm və bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyım kəlamı bugün Azərbaycanlılar üçün rəmzi məna daşıyır. Qurtulubdur bu vətən, sən oldun bu xalqa ümid və güvən. Sən oldun dar gündə köməyə yetən, ulu bir sərkərdə, ulu bir öndər. Zəhməti ilə dirçəltdi yurdunu, gücləndirdi yenilməyən ordunu, ödəyibdir rəhbərin borcunu, ulu bir sərkərdə, ulu bir öndər. Uzatdı hər yerdə bayrağımızı, yazdı tarixlərə ad sanımızı, tanıtdı dünyaya varlığımızı, ulu bir sərkərdə, ulu bir öndər. Hara baxırsansa nişanələri, qurduğu o böyük abidələri, bizləri tərk etmir xatirələri, ulu bir sərkərdə, ulu bir öndər. Gəlişinlə qurtulubdur bu vətən, sən oldun bu xalqa ümid və güvən. Sən oldun dar gündə köməyə yetər, ulu bir sərkərdə, ulu bir öndər. Bu idi məqsədi, vətən ucalsın, oğulları, düşmənləri dağlasın, analar gözünü sevinci ağlatsın, ulu bir sərkərdə, ulu bir öndər. Vətənin dar günündə onun dadına çatdım, üç rəngli bayrağımı zirvələrə uzattım. Heydər ata, Heydər baba. Həm ünvansan, həm də günəş, sübh çağının dan ulduzu, qəlbimizdə ən müqəddəs, Heydər ata, Heydər baba. Vətənin dar günündə sən yetirdin özünü. Sipər etdin bu xalqa, bu millətə köksünü. Əbədi bir iz qoydun tarixin səhifəsinə, yazdı qızıl hərflər sənin ürək sözünü. Yenilməz iradə, polad bir dözüm, vətən eşqinə nur saçan gözüm. Sənə həkk olan hər kəlmə sözüm, sən xalqın qəlbində bir dastan olun. Bir lider doğuldu xalqın içindən, ümidlər boy verdi onun gücündən. Qaranlıq günlərdə işıq tək yandı, millətin dayağı oldu ürəkdən. Sən elə bir zirvəsən, fəxr edir Azərbaycan, adın tarixlər boyu hər an uca tutulur. 103 illik bu yolda, ey dahi ulu insan, sənin uğurlu əməlin qəzmətli ucalacaq. Heydər kimi ucaldı bir an tarixə, xalqına dayaq oldu hər çətin vaxtda, qurub dövlətini möhkəm təməl üstə, yaşayır adı daim ürəklərdə dildə.